Tez-tez səslənən fikirlərdən biri də budur ki, bu qış sərt keçəcək. Maraqlıdır, bu cür iddiaları demək olar hər il eşidirik. Bəs əslində qış aylarında sərt yoxsa mülayim keçəcəyini göstərən konkret əlamətlər var. Bu proqnozlar nəyə əsaslanır və nə dərəcədə doğrudur? Alim, ekoloq Sadiq Həsənov məsələ ilə bağlı Yeni Sabaha danışıb. Onun sözlərinə görə Böyük Qafqaz sıradağları şimaldan gələn soyuq hava kütlələrinin qarşısını qismən olaraq alır və bu da hava şəraitini müəyyən qədər normallaşdırır. Bu da Azərbaycanda iqlimin formalaşmasında mühüm amillərdən biridir və temperaturun kəskin şəkildə aşağı düşməsinə mane olur. Hazırki müşahidələr göstərir ki, Azərbaycanda qışın sərt və uzun müddətli soyuq keçəcəyini deməyə əsas verən ciddi bir əlamət yoxdur. Çünki son illər iqlim dəyişiklikləri özünü açıq şəkildə göstərir. Fəsillərin və aylardakı hava şəraitinin yeri dəyişib. Məsələn, noyabr ayında mülayim və isti hava şəraiti müşahidə etdik. Dekabr və yanvar aylarında da qısa müddətli soyuq hava kütlələrinin daxil olması mümkündür. Lakin bu proseslərin uzun çəkməyəcəyi və sonradan yenidən mülayim hava ilə əvəz olunacağı ehtimal edilir. Bu səbəbdən qışın tam olaraq sərt yoxsa mülayim keçəcəyini əvvəldən dəqiq demək çətindir. Ancaq ümumi ehtimala görə soyuq hava kütlələri uzun müddətli və davamlı olmayacaq. Sadiq Həsənov həmçinin əlavə edib ki, iqlimdə baş verən kəskin dəyişikliklər fonunda tam dəqiq və uzun müddətli proqnoz vermək mümkün deyil. Çünki temperatur artımı davam edir və qlobal istiləşmə prosesi güclənir və bu hal həm Arktika, həm də Antarktika və Cənub qütbü ərazilərində hava mühitində ciddi dəyişikliklərə səbəb olur. Buzlaqların əriməsi, soyuq hava kütlələrinin əvvəlki intensivliyi ilə formalaşmaması müşahidə olunur ki, bu da ümumi hava mühitinin daha mülayim keçməsinə gətirib çıxarır.